Salam əzizləyicilər, hər birinizi xoş gördük. Artıq verilişimizin, Zahirin efirində verilişinin 4-cü hissəsi çəkilir. Bugün bəldəmizin axundu Hacı Ramazan verilişimizin qonağıdır. Xoş gördük sizi Hacı Ramazan. Məhz ümumi lider hakimiyyətə gəldiyi devirdən o günləri siz də yaşamısınız. Və ümumi lider Heydər Əliyevlə də görüşünüz olub. Bu barədə İstərdim ki, izləyicilərimizə də məlumat verək. Bismillahirrahmanirrahim. Çox xoş oldu ki, mən bu günləri bu mövzu haqqında mənə intervyu götürmək üçün müraciət ediniz. Ulu öndər sevərlər kimi mən də ulu öndərimizin həyat fəaliyyətini ömür boyu izləmişəm və onun nəsihətlərini ölkəmizə və xalqımıza verdiyi nəsihətə bugün də xalqımız o nəsihətlər əsasında həyat quruluşunu qururlar. Biz ulu öndərimizin Azərbaycana gəlməsi üçün ümumi xalq hərəkatının içərisində həmişə biz bu ölkəyə, bu ixtişaşlı dövrlərdə ölkəmizə ən ağırlı bir şəxs gəlməsi üçün öz səsimizi lazımi yerlərdə demişik və o tədbirlərdə həmişə fəal olmuşuq. Əlbəttə ki, bu günləri ulu öndərimizin ən ağır dövrləri, mən deyərəm ki, Qarabağ zonasında oldu. O dövrü ağır illər idi. İnsanlar heç bir-birini saymırdılar, böyük tanımırdılar. Müharibənin ən çətin dövrlərində, xaos dövrü yaşadığımız dövrdə bu xalqımıza sahib çıxan ulu öndərimiz gələrək və xalqımızın dəvəti ilə gələrək bu günləri Çiçəkli Azərbaycanın gələcəyini qoydu. Biz çox sevinirik ki, biz xoşbəxt xalqıq. Həqiqətən xoşbəxt xalqıq ki, bu günlər bizim ölkəmizin quruluşunun, quran ümumi liderimizin nəsihətləri, tövsiyələr sayəsində Azərbaycan çiçəkləndi, inkişaf elədi və Azərbaycan ən çətin dövrlərində bizim bu məscidimiz çox ağır günlər keçirmişik. Məsələn, o dövrlərdə bütün strateji əhəmiyyət olan məscididir. Bərdə məscididir, Ağdam məscididir. Ən ağır dövrlərində xalq başını itirmişdi. Yer çıxan yoxdur xalqımıza. O dövrlərdə elə bizə hava ilə su kimi lazım olan bir dövrdə ulu öndərimiz Azərbaycana gələrək xalqımızı, cəmaatımızı gözəl, xoşbəxt